Deməli, genetika Time test toplusundan biz 91-ci test tapşırığına baxaq. Bu nəsə həm müəllimlər, abituriyentlər tərəfindən də çox qarışdırılan bir test tapşırığından biridir və bu gün biz buna aydınlıq gətirəcəyik. Mərhələli test tapşırıqlarından biridir. Diqqətlə dinləyək. Məsələn, burada deyir ki, müəyyən bir növə aid olan heyvanlarda bax bizə verib böyük A, böyük B genotipinə birinci fenotip, böyük A bilmirəm burada nədir? Kiçik B genotipinə ikinci fenotip, kiçik A, böyük B genotipinə üçüncü fenotip və kiçik B genotipinə dördüncü fenotip uyğundur. Bax, bura qədər nə deyir? Onları yazaq. Hələ arxasını oxumağa ehtiyac yoxdur. Bax, belə bir orqanizm verib, gəlin baxaq. Bax, belə bir orqanizm verib ki, bax bu genotip böyük A, bilmirəm burada nədir. Bax, bu orqanizm var ha. Əgər burada AB fenotipi varsa, burada bax bu genotipin fenotipi böyük A, böyük B fenotipi olacaq. Çünki dominantlar üzə çıxır həmişə. Məsələn, bax, gəlin baxaq. Bax, bu genotip belə də ola bilər. Böyük A, böyük B. Belə də olsa yenə bu fenotip üzə çıxacaq. Çünki buradan böyük A gələcək, buradan da böyük B. Belə də ola bilər. Böyük A, kiçik A, böyük B, kiçik B. Bu iki versiyada ola bilər. Amma bilmirəm də indi bu versiyadır, yoxsa bu versiyadır. Onu mən məsələnin həllini mənə açar sözlər göstərəcək. Yəni məsələnin həllində açılacaq yəqin ki, burada bu genotipdəymiş, yoxsa bu genotipdəymiş. Yəni hər iki genotipdə bizə bu fenotipi verəcək. Niyə bunu verəcək? Gəlin bax, bu vəziyyətdə baxsaq, burada hansı fenotip üzə çıxacaq? Buradan böyük A üzə çıxacaq. Buradan da böyük B fenotipi üzə çıxacaq. Bax, burada yazıram böyük A, böyük B fenotipi. Bu genotipdir. Bu genotip bu vəziyyətdə də olsaydı, yenə buradan böyük A gələcəkdi üzə. Buradan da böyük B üzə çıxacaqdı. Yenə bu genotipin fenotipi böyük A, böyük B fenotipi olacaqdı. İndi gəlin sonra nə deyir ona baxaq. Sonra deyir ki, belə bir verib. Burada da bax bilmirik nədir. A verib. A belə bir xətt var. Kiçik B genotipində. Bax bunun fenotipi nə olacaq? Bax burada böyük A da ola bilər. Bax burada böyük A da ola bilər. Bu olduğu kimi qalır. Burada kiçik A da ola bilər. Yəni bax bu genotipdə iki versiya da ola bilər. Yenə də bax buradan tutaq ki, bunun ən mümkün əlamətlərini yazdım da mən, düzdür? Ən mümkün versiyası ola bilər ki, ya burada böyük A olsun, yazmışam, ya da burada kiçik A olsun, düzdür? Çünki bunlar iki əlamət olur. Görürsünüz, burada iki əlamət var. Mən bura böyük B yaza bilmərəm, kiçik B də yaza bilmərəm. Sadəcə A-nın ya dominantını yazmalıyam, eyni əlamətin, ya da resessivin. Onda bunun fenotipi olacaq böyük A, kiçik B fenotipi. Bəli, oldu böyük A, kiçik B fenotipi. Niyə? Bax, bu genotip bu versiyada da olsa böyük A, kiçik B fenotipi olacaq. Bu versiyada da olsa yenə böyük A, kiçik B fenotipi olacaq. Çünki buradan böyük A üzə çıxacaq, burada kiçik B. Yenə burada da böyük A üzə çıxacaq, burada kiçik B üzə çıxmış olacaq. Amma mən bilmirəm də, bax bu, indi məsələ, yəqin ki, məsələnin sonraki həllin mərhələsində bizə deyəcək. Bax, bunun mən bu versiya, yoxsa bu versiya olduğunu bilmirəm. Ona görə yazmıram hələ. Sonra mənə üçüncüdə deyir ki, kiçik A, böyük B. Yaxşı. Üçüncüdə deyir kiçik A, böyük B, belə bir xətt var. Bunun fenotipi nə olacaq? Bax, bu da iki versiyada ola bilər. Ya kiçik A, böyük B ola bilər. Ya da kiçik A, böyük B, kiçik B ola bilər. Hər iki halda buradan resessiv üzə çıxacaq, buradan da bu dominant. Yəni kiçik A, böyük B fenotipi olacaq. Amma bilmirəm də bu genotipdə bu versiyadadır, yoxsa bu versiyadadır. Sonra isə bizə deyir ki, və dördüncü genotip kiçik A, kiçik B'dir. Dördüncü genotipi verib. Kiçik A, kiçik B. Gəlin bax, bunları belə ayırdıq. Bu birinci, bu ikinci, bu üçüncü, bu da dördüncü. Bax, bu genotipin də fenotipi bunu verib bizə. Kiçik A, kiçik B fenotipi. Yaxşı, görək, yəni bunları tapdıqda məsələdə bura qədər nə deyilibsə, hamısını addım-addım yazdıq. İndi keçək görək bizə nə deyir. Bax, indi bizə deyir ki, uyğundur dördüncü genotip. Birinci fenotipə malik olan erkək heyvanın, söhbət bax bundan gedir. Birinci fenotipə malik olan, bilmirik ya hansıdır, yazaq.
A bilmirəm nədir, böyük B bilmirəm nədir, çarpazlaşır. Erkək deyir, erkək heyvanın. Deməli, deyir dördüncü fenotipli, birinci fenotipə malik olan erkək heyvanın dördüncü fenotipli dişi fərdlə. Bax, dördüncü fenotipimiz bu idi. Kiçik A, kiçik A, kiçik B, kiçik B. Bu da dişi idi. Deyir fərdlə çarpazlaşmasından dördüncü fenotipə malik olan bala doğulmuşdu. Bax, dördüncü fenotipimiz budur. Bax, buna deyir bu fenotipə malik bala doğulub. Bəli, o deyir ki, dördüncü fenotipə malik olan bala doğulmuşdu. Yaxşı, qoyun yazaq. Bax, bu birincimiz, çaşmamaq üçün bu ikincidir, bu üçüncüdür, bu dördüncüdür. Aha, belə. İndi bax, indi mən artıq bunun genotipini biləcəm nədir? Çünki artıq doğulan balanın fenotipi var. Genotipi buradadır. Bax, bu doğulan bala bu kiçik A-nın birini anadan almalıdır, birini də atadan. Daha doğrusu bu erkəkdir, bu dişidir. Anadan alıb, anada var, onsuz da ana verəcək. Burada kiçik A olmalıdır ki, onun da biri bura gəlsin. Ona görə burada kiçik A olacaq. Burada kiçik B-yə baxın. Bax, bunun verdiyi qamet kiçik A, kiçik B olacaq da, düzdür? Gərək buradan da kiçik A, kiçik B qameti olsun ki, onlar birləşəndə bu balanı verə bilsinlər. Kiçik A, kiçik B, kiçik B. Onda avtomatik olaraq mən bilirəm ki, böyük B-nin yanındakı kiçik B imiş. Yəni bu versiyadaymış. Bu versiyada yox. Bu versiyadaymış. Bəli, deməli bunu tapdım. Bunun versiyasını tapdıq. Sonra görək bizə nə deyir? Deyir, dördüncü fenotipə malik olan bala doğulmuşdur. Deyir, bu erkək fərdin eyni genotipə malik olan dişi fərdlə çarpazlaşması. Bir dəqiqə, bu erkək fərdin, tapdığımız erkək fərdin deyir, eyni özü genotipinə malik dişi fərdlə çarpazlaşdır. Yaxşı, biz bu erkəyi böyük A, kiçik A, böyük B, kiçik B-ni elə özünün dişi fərdi ilə çarpazlaşdıraq. Bu da bunun dişisi. Bu Pennet cədvəlidir. Yəni bunu necə quracağıq? Bax, bunu qurmağı mən demişəm də, bunu monohibridə gətirəcəyik. Hər dəfə mən elə eləyirəm. Bax, bunu monohibridə hər dəfə niyə videoda deyirəm? Qoy bilməyənlər üçün də açılsın. Böyük A-nı çarpazlaşdırıram böyük A ilə. Bir də böyük B, kiçik B-ni çarpazlaşdırıram böyük B, kiçik B ilə. Bax, buradan nə alınacaq? Buradan alınacaq böyük A, sonra 2 dənə böyük A, kiçik A, bir dənə də kiçik A. Buradan da alınacaq bir dənə böyük B, 2 dənə böyük B, kiçik B, bir dənə də kiçik B. İndi gəlin çarpazlaşdıraq və mümkün variantları, bax elə gəlin burada qametləri yazaq. Bax, böyük A-nı bir dəfə bunu bir dəfə buna vuracam, bunu bir dəfə buna, bunu da bir dəfə buna, əmsalları ilə bir yerdə. Gəlin birincini eləyək. Dairəyə alıram ki, birincini eləyirəm. Bax, bir dənə böyük A, böyük B. 2 dənə böyük A, böyük B, kiçik B. Sonra bir dənə böyük A, kiçik B. Bu bitdi. Keçirəm ikinciyə. Çox asandır Pennet cədvəlindən bu. 2 qarşısında əmsalları bunun əmsallarına vurmaq şərti ilə. 2 dənə böyük A, kiçik A, böyük B. 4 dənə böyük A, kiçik A, böyük B, kiçik B. 2-ni buna vurdum. İndi bu 2 böyük A, kiçik A-nı buna vuracam. 2 dənə böyük A, kiçik B. İndi o bilsin, bunu vururam. Bir dənə kiçik A-nı vuranda, deməli olacaq bir dənə kiçik A, böyük B. Deməli 2 dənə kiçik A, böyük B, kiçik B və deməli bəli, bir dənə kiçik A, kiçik B. İndi məndən buradan nə soruşur? Çarpazlaşdırdım, sonra mənə görək nə deyir? Deyir ki, bu erkək fərdin eyni genotipə malik olan dişi fərdlə çarpazlaşması nəticəsində alınan nəsildə fenotiplərin parçalanma nisbəti necə olar? Fenotiplərin parçalanma nisbəti bu Pennet cədvəlidir. Bax, fenotip nədir? Bu sarı hamardır. Bir dəqiqə, sarı hamar. Bax, bu da sarı hamardır. Böyük A, böyük B. Böyük A, kiçik B. Bu yaşıl.
daha doğrusu sarı qırışıqdır. Sarı qırışıq. Deməli, sarı hamar. Yenə də sarı hamar, sarı qırışıq. Bu nədir? Yaşıl hamar, yaşıl hamar, yaşıl qırışıq. Bax, indi burada fenotip nisbəti pennetdə biz artıq əzbər bilirik ki, 9 bölünsün 3 bölünsün 3 bölünsün 1 nisbətindədir. Fenotip sayı 2-dir. Fenotip sayımız 2-dir. Yəni sarı, bir də yaşıl 2-dir. Amma fenotip nisbəti budur. 9 dənə sarı, 9 dənə sarı hamar, 3 dənə yaşıl hamar, 3 dənə yaşıl qırışıq, 3 dənə daha doğrusu yaşıl hamar və bir dənə yaşıl qırışıq. Ona görə də pennet cədvəlinə görə, yəni buradan baxa da bilərik. Bax, sarı hamar, işarələyirəm. Sarı hamar, sarı hamar, sarı hamar, sarı hamar. Bir dənə, 2 dənə, 3 dənə, 3-ün üstünə 2, 5 dənə, 5-in üstünə 4, qarşısındakı əmsalları gəlirəm 9 dənə, 3-ə baxaq. Sarı qırışığa baxaq. Sarı qırışıq, sarı qırışıq. Sarı qırışıq burada qarşısında 1 var. Bir dənə də sarı qırışıq qarşısında 2 var. Elədi 3. Sonra yaşıl hamar. Yaşıl hamara baxıram. Bax, bir dənə yaşıl hamar, 2 dənə yaşıl hamar. Bunun qarşısında 1 var. Bir dənə 2-ni toplayanda 3 dənə yaşıl hamar. Bir dənə də yaşıl qırışıq. Gördüyünüz kimi bircə dənə yaşıl qırışığımız var. O da bəli, fenotip nisbəti budur. Genotip nisbətini soruşsaydı, genotip nisbəti bunlardan olacaq 4 bölünsün 4 dənə 2, 4 dənə 2, 4 dənə də 1. Bu olacaq pennetdə genotip nisbəti. Genotip nisbəti. Genotip nisbəti, amma genotip sayını soruşsaydı 16 dənə genotip.